Herkes susur, amma mən bunu deyəcəm. Bugün Lux Kosmetikanın müadilləri haqqında danışacağıq. Bu Dior markasından olan lip glossdur ya da dodaq parıldıcısı, qiyməti 80 manatdır. Bu isə Maybelline markasından Lifter Glossdur. Bunun qiyməti isə Bakıda 20 manat civarındadır. İndi mən dodaqlarımın sağ tərəfinə Dior çəkəcəm, sol tərəfinə isə büdcəli olan Maybelline çəkəcəm. Düzdür, daha uyğun qiymətli glosslar da var. Hər ikisinin tərkibində gialuron turşusu var. Mən Dioru ona görə alıram ki, dodaqları çox yaxşı nəmləndirir. Gəlin biraz da əlavə eləyim. Çox açıq rəngdə dodaq qələmini istifadə etdim ki, glossu yaxşı görə biləsiniz. Sağ tərəfdə Dior'du, görürsünüz necə qəşəng parıldayır. Dior mentolludur. Bu maximizer sayılır, yəni plumper. Dodaqları biraz həcmli göstərir. Bu da biraz həcmli göstərməlidir, amma sadəcə dodaqları nəmləndirir. Yəni plumper deyil bu. Soyuqluq verir dodaqlara, amma çox incitmir. Bu isə heç bir narahat hiss yaratmır. Bunun belə böyük aplikator var və bu qutusu çox yekədir. Bunun dadı sanki darçın əlavə eləyiblər. Gözəl şirin qoxusu var. Baxın, siz hazırda dodaqlarımda fərqi görürsünüz, yoxsa yox? Qərar sizindir. Siz Maybelline almaq istəyirsiniz 20 manata, yoxsa Dior 80 manata. Mən linkdə bu glossları yerləşdirdim. Trendyolda əldə edə bilərsiniz əgər istəsəz, amma Bakıda da var. Hələlik.